Hadi salamlar olsun değerli dostlar. Size bugün artık yeni motosikletimi göstereceğim. Ve karşınızda Triumph Thunderbird. Aslında bu Triumph Thunderbird Storm'du. Deməli bu benim yeni motosikletimdir. Düşünerek artık yavaş yavaş yaş müəyyən səviyyəyə gəlir. Saçda bir iki tane ağarmalar, bir iki de yok aslında ağarmalar saçta başlayır. İki uşaq atası filan. Dedim ki artık vaxtıdır. Cruiser'a keçməyin, muscle Cruiser'a keçməyin, büyük bir şeye keçməyin vaxtıdır ve nəticə də budur. Triumph Thunderbird Storm. Bu inceleme videosu değil çünkü yeni almışam, 1-2 günde almışam. Hələ böyük bir təcrübəm yoxdur bunda. Bir həftə 10 gün sürüm, tam motosikleti her şeyini görürüm. Ondan sonra ona uyğun yaxşı bir inceleme çəkəcəm. Sadəcə ilkindir, zaten kirlidir, təmiz də deyil. Əvvəlcədən deyim, əsas detalları, ən önəmli detal təbii ki bunun nədir? Qəlbi, ürəyi 1700 kubluq yenə deyirəm 1700 kubluq 2 silindirli Triumph'un məşhur paralel twin deyirlər. Yəni paralel formada olan 2 silindirli motordu. 1700 kub, tamına 1700 kub. Başka bir önemli xüsusiyyəti zəncirlə yox, kəmərlə güc ötürür arxaya. Qabaqdan görə bilərsiniz, bunun Triumph'un tipik ışıkları. Burada gördüğünüz kimi Triumph Storm yazısı. Belə, yəni belə bir motosikletdir. Yenə deyirəm, bu detallı inceleme değil. 2 adet hem sağda hem solda yine Triumph'un karakteristik olan ses boğucu sistemi. 2 silindirlə, yəni öndə əlbəttə ki bu ölçüdəki motosiklet üçün 2 silindirlə ön tormu sistemi. Belə oturum, kiçik bir sürüm. Müthiş bir şeydir. Bunun üzerinde şey gelir, üzerinde gelir yok yani sonradan quraşdırılıb. Bu çıxır, yani bunu çəkirsən geri ve kaldırırsan çıxır. Arxa sərnişin üçün ki çox yaxşı bir şeydir. Deməli oturaq. Bundan sonra bura bir çanta qoyulub. Dəri çanta. Bunun yan çantaları da var. Taxmamışam. Yan çantaları da var. Bu qabaq öndən görüntünü çox sevirəm. Çünki öndən görüntüdə nə var? Speedometre tam buradadır. Speedometre ışığını yandırıp söndürme olur. Çok maraqlıdır. Speedometre tam buradadır. Çənin qapağını əllə açıb bağlamaq olur. Yəni normal şəkildə. Açarla falan değil. Belə. Yaxşı maşın aynaları kimi, avtomobil aynaları kimi aynalar var. Bu da çox qəşəngdir. Öndən baxanda bu iki yenə deyirəm Trump'ın spesifik olan bu ışıqları görünür. Ayaqları öndədir. Yəni forward control deyirlər. Yəni öndən kontrol olunur. Nə ortada deyil, nə arxada deyil, öndəndir. Hansı ki bu çox rahat edir sürüşləri. Belə işə salaq. Baxaq görək. Açar da buradan açılır. Bu da çox maraqlıdır. Açar buradan açılır. İşə salaq, səsini bir dinləyək. O, səsə bax. Belə, gedək. ...1700 kub... ...156 səhv eləmirəmsə... ...Newton-metr tork... ...156 Newton-metr bir avtomobil kimi bir şeydir. Zaten 1700 kub... ...hal-hazırda indiki dünyada deyək... ...orta ölçülü bir avtomobildir. Deməli Thunderbird'dən danışım. Thunderbird bu muscle, yani ki böyük ölçülü cruiser kategorisine gelir. Harley Davidson'ın rəqibi kimi. Bu arada Triumph firmasını bilmeyen varsa, Triumph İngilizləri, yani İngiltere'nin firmasıdır ve premium markalardan sayılır. Yani Harley'e rəqib, Harley, Indian ve bu üçü birbirine rəqib firmalardır. Yani diğer Japonlar da cruiser bırakır, Suzuki bırakır. Yamaha filan, ama onlar bunların rəqibi deyil əlbəttə ki. Thunderbird modeli normalde 1600 kubdu. Thunderbird modeli.
Biraz daha gücüzək. Biraz dediğim 145 səhv eləmirəmsə Newton metr gücündə yox, torkunda. Normal Thunderbird'də ABS-lər olmur. Deməli, normal Thunderbird'in üzərinə Triumph 2 ədəd də Thunderbird baxır. Thunderbird Storm, hansı ki budur, və Thunderbird Commander. O Commander biraz daha hər yeri xrom, daha çox, yəni qara rəng yerinə, fərqli rənglər yerinə hər yeri xrom, önündə ayna, qabağında 3 işıq, ayaq pegi beli yoxdur, düz ayaqlıq kimi o formada olandı. Bir də bu var, Thunderbird Storm, bu ABS ilə gəlir, 1600 yox, 1740 gəlir. Çəkməyə müthişdir. Yəni deməli bu motosiklet sizə maksimum torkunu verir 2970, yəni kitabına görə 2970 oborotda. Mən biraz daha yuxarıda hiss elədim onu. Yəni 3200'lərdə falan hiss elədim. Yəni qazı açdığınız an bu ölçüdəki bu nəhəng motosiklet çəkisini deyim, çəkisini 340 kilogram çəkisi var. Məsələn məndə arkadakı bu doyulma şeylerden hazır alsak 350 kilograma yakın çekisi var. Bu yükteki bu çekirek şeyi ele dağıtır ki deməli burada mən aparatı görə bilirəm. Sürəti görə bilirəm. Burada saat var, benzini göstərir, saatı göstərir və tripləri göstərir. Hansı pillədə olduğunuzu göstərmir. Onu artıq siz hiss edirsiniz. Cruiser'a keçdim, amma sport baykalarda durur, Suzuki durur. Amma çox böyük ehtimalla artıq Suzuki gedəcək. Hər nə qədər də duyğusal bir əlaqə yaşasaq da Suzuki ilə, böyük ehtimal Suzuki gedəcək. Müthiş bunu çəkməyi falan. Yani ben daha evvel Harley'de sürmüşüm ama o bu kadar büyük değil. Bu muscle'dan əməlli başlı. İnsanlar həqiqətən buna avtomobil kimi yol verir. Görürlər, görünməz problemi yoxdur bunda, yol verirlər. Siz zaten yüksək sürətdə sürmə ihtiyacı duymuşsunuz bunu. Ben bunu 200'dür bunun spidometri. 190 falan sürmüşəm yoxlamaq üçün, yəni qaldırmadım. 200'də çatdırmadım belə deyək. Ama normalde sizin sürmeye ihtiyacı duyduğunuz sürət 100-110'dur. Yani ben bu şekilde gedirsiniz, bir de 100 ile gedirəm. 100-110 gedirsiniz, arada qazarsınız, pırıllıyır ve açtığınız anda dağıtır yani. Elə böyle ki getmir değil. Açtığınız anda dağıtır aparır, dəhşət bir gücü var, dəhşət bir torku var. Ve ben buna keçəndən sonra istələdim ki, keçəndən dediğim zaten 3 gündür yani. Ama ben bunu sürenden sonra istedim ki artık benimki budur. Yani yine deyirəm, yaş artır, hayattaki hamımızın tuttuğumuz yerler değişir. Aile, uşaq, artık sport bike'dan çıkıp da eləyən vaxtlarımız keçir gedir. Belə hələ ki bu arada 3 gündür sürmüşəm, ama ne kadar sürmüşəm? Təxminən 600 km sürmüşəm 3 gündə. Az değil bence. 600 kilometrede bir motosikleti tanımak için az tecrübe de değil. Ama yine de bir hafta bir sürü ümumiyyətlə bundan yaşamak necə bir şeydi onu hiss edeyim. Ondan sonra ona uygun olarak inceleme videosunu çekeceğim. Ses müthişti ya. Gazla sürsen bir de remenle olduğuna göre, kemerle çektiğine göre, seple değil, zincirle değil. Gücü dartanda o zincirdeki bir anda böyle tak diye sizi dartmır. Böyle yumuşak şekilde dartır.
hər şeyindən sonra danışacağım. Yəni heç bir şey haqqında indən bir şey demirəm ki, tormuzu belədir, karabkası belədir, o belədir, bu belədir. Hər şeyini sonra danışacağım. Tək deyə biləcəyim bir şey budur ki, hissiyat müthişdir, hissiyat çox gözəldir. Və artıq hiss edirəm ki, hə, mənimki budur. Səsə bax, səsə. Səsə bax. Hop. Və dartır da, yəni çox ciddi şəkildə dartır. Yəni hop. Çəkir. Əməlli başlı çəkir. O 340 kilogram falan verəcək. Deməli biz sərnişinlə sürdüm bunu. Sərnişin oturmağa heç bir fərq eləmədi. Çünki zaten 340 kilogram özüdür. 90 kilogram məni sayaq. Sərnişinin oturmağı heç bir fərq eləmədi. Çünki zaten gücü də çoxdur. Şaxta bu kimi elədi bu. Satara patara. Amma abonotu dəyişmək, abonot dedim. Pillələri dəyişmək, yəni 3000'den sonra dəyişsəz, yəni 4000'den sonra dəyişsəz daha lezzetli olur. Daha çok lezzet edir. Çünkü yukarı çıkıp 5000'de 6000'de artık sesi de değişir. Tipi kuruzur pırpırından çıxır, dırıldamağa başlayır filan. Böyle dostlar. Böyle dostlar, dediğim gibi artık keçdik. Yeni bir sayfa açtık. Suzuki hələ qalır. Suzuki'ni satışa koydum artık. Ne kadar vaxta satılar bilmirəm. Sezon da açılıb, artık videoları da çəkəcəm. Videolarda artık indi bununla mı çəkərəm, Suzuki ilə mi çəkərəm, baxarıq. Hər bir halda amma gəzmə videoları falan bundan olar. Bu arada bir gece sürdüm ben bunu. Gece sürüşü çok güzel idi. Yani ışıkların yanması falan. Xüsusən buradan bu ışığın yanması, speedometrin burada olmağı çok güzel idi. İnşallah gece sürüş falan hamısını çekip koyacağım. Böyle dostlar, helal iç.